Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Harda olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Hər hansı bir yerə getdikdə üzünü Məscid-ül-Hərama tərəf çevir. Çünki Rəbbin tərəfindən göndərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. Hardan çıxsan, üzünü Məscid-ül-Hərama tərəf çevir. Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, məndən qorxun. Mən də sizə olan neymətimi tamamlayım ki, siz haqq yolu tapasınız. Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Özündən razı kimsəyə qəzəb edən çox olar. Sədəqə xeyirli və şəfayət verici dərmandır. Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq. Dünya bir dəstəyə üz tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. İnsanlarla elə qaynayıb qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasın.